Deyək ki, Azərbaycanda imtahana girdi tələbə. Məsələn, din imtahanına girdi və 5 fəndən imtahanlarını uğurlu şəkildə keçdi. Universitetə daxil oldu. Bu şəxs ölkə xaricinə getdi, istər Avropa, istər Türkiyə olsun, təhsil aldı. Yəni, neyniyəcək? Təhsil aldığı 4 il boyunca 8 semestr var və hər semestrdə ortalama olaraq 7 dərs nəzərə alsaq, 56 dərs keçir. 240 kredit, 56 dərs. Bakalavr üçün nəzərdə tuturam. Yəni, bu 56 dərsin tamamı o 5 dərsdən olacaq. Yəni, riyaziyyat olacaq və yaxud ingilis dili, Azərbaycan tarixi olacaq. Bunlar olmayacaq. Yəni, tələbənin öz ixtisasını yaxşı bilməsi də önəmli olan. Tələbə istər imtahanla qəbul olsun, istər imtahansız qəbul olsun. Özümdən nümunə verim. Mən universitetə daxil olduqda məndən yüksək bal, mən imtahan verərək, özümü yoxlamaq üçün imtahan verərək universitetə daxil olmuşdum. Məndən yüksək bal toplayan şəxslər də vardı, amma mən universiteti fakültə üçüncüsü olaraq bitirdim. Yəni, onlar məndən yüksək bal toplamış olması, onların məndən daha savadlı olması anlamına gəlmədi 4 ilin sonunda.